Mehman bəy, hər insanda eyni şeyləri görürsünüz, yoxsa fərqlilik olur? Baxın, hələ bir insanlar var ki, o insanlar mənə baxdırır və yaxud o insanda xəstəlik görürəm və yaxud o insanda ölümcül bir hadisə görürəm və yaxud o insanın ailəsində böyük bir xəyanət görürəm. Bunları qorxmuşam o insanlara deməyə. Adam olub ki, yoldaşı gəlib, baxdırıb, halbuki arvadı xəyanət edib, mən bunu deməmişəm. Qorxmuşam ki, buna xəyanəti deyərəm, səhərsin qədər arvadını öldürər, mən bəlaya düşərəm. Və yaxud da hələ bir insanın bugünkü gündə oğlu öləcək və yaxud uşağı öləcək, hiss eləmişəm, halbuki mən bunu deməmişəm. Bax, çəkək öz qohumumdan. Həmən insan, getdim evinə, dedim ki, bu evdə qan gəlir. And ola Allaha. Üstündən heç 2 ay keçmədi, oğlan güllələndi, anasının üstünə gəldi. Bu haqda mən dəfələrlə danışmışam. Demək istəyirəm ki, çox şeylər danışmaq olar da. Hələ bir hadisələr, hələ bir problemləri görmüşəm ki, deməmişəm, qorxmuşam. Demişəm ki, Allah Taala öz bilən məsləhətdir.